Əfsuslar olsun ki, Ermənistanda Ermənistan siyasi dairələri arasında hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar məhz bu istiqaməti seçki-qabağı kampaniyası zamanı da bunu biruzə verirlər, açıq şəkildə burada ittihamlar yağdırırlar. Təbii ki, biz hər birimiz başa düşürük ki, bunun heç bir Ermənistan üçün müsbət nəticəsi ola bilməz və güman edirik ki, Ermənistan insanı, Ermənistan seçkisi də bunları düzgün qiymətləndirib öz seçimlərini edəcək. Təbii ki, bilirsiniz ki, Azərbaycan dövləti hər zaman proseslər diqqətlə izlənilir və biz bu və digər qrupların çıxışlarına nəzərdən keçirərək ancaq siyasətimizi ilk növbədə Azərbaycanın milli maraqları, Azərbaycanın güclü, qüdrətli olması, regionun lider dövləti olaraq hər zaman bir neçə addım öndə olmasını təmin etmək bu bizim milli maraqlarımıza uyğundur və əminəm ki, belə də olacaq. Ceyhun Bayramov müsahibəsində Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya işlərinə də diqqət çəkib. Bildirib ki, bu çox böyük prosesdir. Burada çox texniki məsələlər var. Yəni bu qısa bir müddət ərzində baş verən proses deyil, uzun müddət ərzində. Burada da işlər gedir. Biz özümüz də bunun bir daha şahidi olduq ki, aprel ayının sonunda, səhv etmirəmsə, aprel ayının 29-unda Azərbaycan nümayəndə heyəti baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana səfər etdi və orada komissiyaların növbəti iclası keçirildi, müzakirələr oldu və reqlament tipli 3 sənəd razılaşdırıldı, hansı ki, sonraki işlərin prosedurlarını, reglamentini müəyyən edir. Ondan öncə Azərbaycanın Qəbələ şəhərində noyabr ayında Ermənistan nümayəndə heyəti gəlmişdi, orada danışıqlar keçirilmişdi. Yəni proses gedir. Mən əminəm ki, biz növbəti aylarda da bunun davamını şahid olacağıq.